Sizə də tanışdı o hiss. Ümidlə sevə-sevə bir bitkidən budaq kəsirsiniz, istər qonşunun gözəl qızıl gülü olsun, istər evdəki fikus. Qoyursunuz suya və möcüzə gözləyirsiniz. Amma möcüzə baş vermir. Ağ, sağlam köklər əvəzinə görürsünüz ki, gövdə qaralır, su bulanır və xoşagəlməz çürük qoxusu yaranır. Axırda isə bütün ümidlər zibil qabına gedir. Çox adam, xüsusilə yeni başlayanlar, bir-iki belə uğursuzluqdan sonra fikirləşir ki, şlama çoxaltma çox çətin işdir. Hər kəsin bacaracağı şey deyil. Hətta deyirlər, mənim əlim düşmür. Amma əslində, məsələ tamam başqadır. Bugün biz bu mövzuya baxışınızı dəyişəcəyik. Çünki kökləndirmə təsadüf deyil, şans məsələsi deyil. Bu, tam aydın bioloji prosesdir və onu düzgün idarə etmək mümkündür. Adətən insanlar gedib bahalı kök stimulyatorları alır, müxtəlif kimyəvi preparatlara pul xərcləyir. Amma çox vaxt nəticə yenə də olmur. Halbuki, həll yolu elə bizim əlimizin altındadır və bu üsul əsrlərdir məlumdur. Çin bağbanları, hansı ki möhtəşəm bağları ilə tanınırlar, elə bir üsuldan istifadə edirlər ki, demək olar istənilən şlama, hətta ən nazlı bitkini belə 2 günə kökləndirmək mümkündür. Ən maraqlısı isə odur ki, bunun üçün heç bir qeyri-adi şey lazım deyil. Sadəcə, hər evdə tapılan 3 sadə komponent. Bugün bu üsulu bütün detalları ilə izah edəcəm. Amma əvvəlcə gəlin başa düşək. Niyə adi kran suyu çox vaxt şlamları məhv edir? Su təbii bir şeydir, elə deyil. Amma biz unuduruq ki, təbiətdəki su ilə kran suyu eyni deyil. Kran suyu əslində ölü mühit sayılır. Onun tərkibində xlor olur. Bu isə canlı hüceyrələr üçün zəhərdir. Üstəlik, ağır metal duzları və müxtəlif bakteriyalar da olur. İndi təsəvvür edin. Siz bitkidən budaq kəsirsiniz. Bu, açıq yara deməkdir. Bitki üçün ciddi stressdir. O müdafiəsini itirir və həssas olur. Siz bu açıq yaranı adi suya qoyanda isə bakteriyalar üçün sanki buyurun, süfrə hazırdır deyirsiniz. Onlar dərhal hücum edir, çürümə başlayır. Bitki yeni kök çıxarmaq əvəzinə bütün gücünü sağ qalmağa sərf edir. Nəticədə çox vaxt şlam məhv olur. Amma danışacağımız bu üsul tamam fərqli işləyir. Biz sadəcə budağı suya qoymuruq. Biz onun üçün sanki sanatoriya yaradırıq. Bioloji aktiv bir qarışıq. Bu qarışıq eyni anda 3 vacib işi görür. Bakteriya və göbələklərə qarşı qoruma yaradır. Hüceyrələri bölünməyə və bərpaya həvəsləndirir. Bitkiyə enerji verir. Və bütün bunlar heç bir kimyəvi maddə olmadan, sadəcə təbiətin gücü ilə. İndi əsas resepti yadda saxlayın. Bu eliksir 3 komponentdən ibarətdir. Birinci komponent təbii baldır. Burada vacib məqam. Bal mütləq təbii, işlənməmiş, xam olmalıdır. Market balı çox vaxt uyğun olmur. Niyə bal? Çünki bal sadəcə şirin qida deyil, əsl təbii laboratoriyadır. Onun 2 əsas xüsusiyyəti bizim üçün çox önəmlidir. Birincisi, güclü antiseptikdir. Kəsik yerində nazik, görünməz qoruyucu qat yaradır. Hava keçir, amma bakteriya və göbələkləri məhv edir. İkincisi, glukozadır. Bu isə bitki üçün hazır enerjidir. Şlamın kökü yoxdur, yarpaqları da azdır, yəni özü qida istehsal edə bilmir. Bal ona hazır enerji verir. Dozaya diqqət edin. 1 çay qaşığı bal, 1,5 litr ilıq, əvvəlcədən dinləndirilmiş suya. Su nə soyuq, nə də isti olmalıdır. Təxminən 24 dərəcə idealdır. Su da ən azı bir gün qabaqcadan qoyulmalıdır ki, xlor uçsun. Çox bal qoysanız, məhul qalınlaşacaq və bitki nəfəs ala bilməyəcək. Az qoysanız, effekt zəif olacaq. İkinci komponent təbii böyümə stimulatoru. Söhbət söyüddən gedir. Bizdə də çay kənarlarında, rütubətli yerlərdə tez-tez rast gəlinir. Söyüdün sirri onun qabığındadır. Tərkibində çoxlu salisilik turşu var. Bu maddə bitkini oyadır, hüceyrələrin bölünməsini sürətləndirir. Hazırlamaq üçün. Gənc söyüd budaqlarını 3 sm-dən 5 sm-ə qədər hissələrə kəsin. Üzərinə qaynar su tökün. Bir gün saxlayın. Beləliklə, güclü təbii dəmləmə alınır. Əgər söyüd tapmasanız, məsələn qışda, aptekdən salisilik turşu istifadə edə bilərsiniz. Amma çox diqqətli olun, bu konsentratdır. Sadəcə bıçağın ucunda qədər. 1 litr suya. Çox qoysanız, şlam yanar.
Üçüncü komponent – kəhrəba turşusu, yantar turşusu. Bu da çox maraqlı maddədir. Cübrə deyil, amma hüceyrə səviyyəsində işləyir. Bitkinin enerji stansiyalarını aktivləşdirir və ona əlavə güc verir. Sanki mühərrikə turbo qoyursuz. Apteklərdə satılır və ucuzdur. 0,5 qramlıq bir tablet 2 litr suya. Tableti əzin, toz halına salın və ilıq suda həll edin. İndi bütün komponentlər hazırdırsa, qarışığı hazırlayaq. 1,5 litr dinləndirilmiş su, 1 çay qaşığı bal, 150 ml söyüd dəmləməsi, kəhrəba turşusu məhlulu. Hamısını qarışdırın. Nəticədə biraz bulanıq, yüngül, şirin qoxulu maya alınacaq. Bu bizim canlı suyumuzdur. Amma unutmayın, məhlul işin yarısıdır. Digər yarısı şlamın düzgün hazırlanmasıdır. Çoxları adi mətbəx qayçısı və ya küt sekatorla budağı kəsir. Bu böyük səhvdir. Küt alət toxumaları əzir, damarları zədələyir və bağlayır. Nəticədə məhlul bitkiyə daxil ola bilmir. Kəsik mütləq təmiz və hamar olmalıdır. İstifadə edin. İti bıçaq, ülgüc və ya xüsusi bağ bıçağı. Aləti əvvəlcə spirtlə və ya alovla dezinfeksiya edin. Bu sanki əməliyyatdır. Kəsiyi 45 dərəcə bucaq altında edin. Bu təsadüfi deyil. Bu bucaq kəsik sahəsini böyüdür. Nə qədər böyük sahə, bir o qədər çox qida kanalı və gələcək kök üçün yer deməkdir. İndi diqqətli olun. Bu, az adamın bildiyi o məşhur Çin sirridir. Şlamın aşağı hissəsində kəsiyin biraz üstündən başlayaraq 1 sm uzunluğunda bir neçə nazik şaquli cızıq atın. Amma diqqət edin. Yalnız üst yaşıl qatımı kəsin. Oduncağa, daxili hissəyə toxunmayın. Bu nə üçündür? Çünki köklər qabığın altındakı nazik hüceyrə qatından, kambiyumdan əmələ gəlir. Siz bu cızıqları edəndə bitki həmin yerlərdə özünü sağaltmağa başlayır. Hüceyrələr aktiv bölünür və məhz o nöqtələrdən ən güclü köklər çıxır. Bu üsul həqiqətən çox effektlidir. Şlam hazır olan kimi vaxt itirməyin. Açıq havada kəsik tez quruyur və oksidləşir. Dərhal onu hazırladığımız məhlula salın. Təxminən 2 sm-dən 3 sm qədər dərinliyə. Budağı tam suya batırmaq lazım deyil, gövdə nəfəs almalıdır. Əgər şlamın üzərində yarpaq varsa, mütləq azaldın. Yuxarıda 1-2 yarpaq saxlayın, qalanlarını çıxarın. Böyük yarpaqları isə yarıya qədər kəsin. Niyə belə edirik? Çünki yarpaqlar suyu buxarlandırır. Amma kök yoxdur ki, bu suyu geri versin. Əgər yarpaq çox olsa, şlam tez quruyacaq. Burada əsas məqsəd balansı qorumaqdır. İndi isə ən vacib mərhələ – məhlulda saxlanma. Şlamları isti, amma birbaşa günəş düşməyən yerə qoyun. Günəş şüaları suyu qızdırar və şlamı bişirə bilər. Yüngün işıq və təxminən 22-dən 24-ə qədər dərəcə temperatur ideal sayılır. Əgər evdə sərinlik istərsə, qabın altına dəsmal və ya köpüç qoyun. Şlamları bu məhlulda dəqiq 6 saat saxlayın. Bu, sanki şok terapiyasıdır. Bu müddətdə hüceyrələr stimulatorlar qəbul edir, bal qoruyucu qat yaradır. Turşular böyümə prosesini işə salır. 6 saatdan çox saxlamaq olmaz. Əks halda əks effekt verə bilər. Toxumalar boğular. 6 saat keçdi. Nə edirik? Şlamları çıxarıb adi suya keçiririk. Amma bu su da biraz fərqli olmalıdır. Ən yaxşısı qaynadılıb soyudulmuş sudur. Bu suda bakteriya olmur, amma oksigen az olur. Ona görə içinə bir tablet aktiv kömür əlavə edin. Aktiv kömür suyu təmiz saxlayır, zərərli maddələri özünə çəkir. Bir də kiçik bir sir. 1 stəkan suya 1-dən 2-yə qədər damcı hidrogen peroksid, pereksid əlavə edin. Bu maddə parçalananda oksigen buraxır və suyu canlandırır. Eyni zamanda çürümənin qarşısını alır. Amma iş bununla bitmir. İndi isə mikroiqlim yaratmaq vaxtıdır. Özünüzü şlamın yerinə qoyun. Kök yoxdur, suyu qəbul edə bilmir. Otaqda hava isə qurudur. Xüsusilə qışda. Bitkini xilas etmək üçün ona yüksək rütubət yaratmalıyıq. Sanki tropik şərait. Bunun üçün mini istixana düzəldirik. Üzərinə kəsilmiş plastik butulka qoyun və ya şüşə banka ilə örtün. Ya da qapaqlı, şəffaf qab istifadə edin. Belə şəraitdə rütubət demək olar 100%-ə çatır. Yarpaqlar artıq su itirmir və bitki bütün gücünü kök salmağa yönəldir. Amma unutmayın,
Bu qapalı mühitdir. Əgər havalandırmasanız, kif yarana bilər. Gündə bir dəfə 10 dəqiqədən 15 dəqiqəyə qədər örtüyü açın. Qoy bitki nəfəs alsın. Bu zaman yarpaqları ilıq su ilə çiləyə bilərsiniz. Əgər əvvəlki məhluldan qalıbsa, onu 1-ə 10 nisbətində su ilə qarışdırıb yarpaqlara çiləmək olar. Bu əlavə qidalanma verir. Vacib bir məqam. Kök zonası üst hissədən daha isti olmalıdır. Yəni, qabın aşağı hissəsi, kök çıxan yer isti, üst hissə isə biraz sərin olmalıdır. Bu temperatur fərqi köklərin daha sürətli çıxmasına kömək edir. Bunun üçün şlamları isti yerə qoyun. Məsələn, radiatora yaxın rəf üzərinə. Amma diqqətli olun, su həddindən artıq isinməsin. Optimal temperatur təxminən 25 dərəcə kök hissəsində. İndi isə ən çətin hissə – gözləmək. Ən böyük səhv şlamı tez-tez çıxarıb yoxlamaqdır. Hər belə hərəkət kök başlanğıçlarına zərər verir. Sadəcə kənardan baxın. Əgər hər şeyi düzgün etmisinizsə, 48 saatdan sonra cızıq yerlərində kiçik ağ çıxıntılar görəcəksiniz. Bu kalusdur, köklərin yaranacağı toxuma. Bu o deməkdir ki, proses başlayıb. Bir gün sonra isə artıq nazik ağ köklər görünəcək. Bu əsl uğuranıdır. Amma burada çoxlarının etdiyi bir səhv var. İnsan kökləri görən kimi sevinir və gözləyir ki, onlar böyüsün, uzansın, çoxalsın. Düşünür ki, nə qədər çox kök olsa, bir o qədər yaxşıdır. Amma bu səhv yanaşmadır. Suda çıxan köklər çox zərif olur. Onlar torpaq müqavimətinə öyrəşməyib. Əgər çox uzansalar, torpağa əkəndə qırılır və bitki uzun müddət adaptasiya olur. Çinlərdə belə bir söz var. Bitkini köklər yeni oyananda köçür. Ən ideal uzunluq 5 mm-dən 1 cm-ə qədərdir. Bu mərhələdə köklər hələ elastik olur və torpağa tez uyğunlaşır. Belə erkən köçürməklə bitkinin tutma ehtimalı demək olar 100%-dir. İndi torpaq haqqında. Adi bağ torpağını unutun. O ağırdır və köklər orada boğular. Bizə yüngül, havalı qarışıq lazımdır. 50% torf, yüngül, lifli. 30% perlit və ya vermikulit. 20% çay qumu. Üstünə biraz kömür də əlavə edin ki, çürümə olmasın. Torpaq elə olmalıdır ki, əlinizdə sıxanda topa kimi qalmasın. Dağılmalı olsun. Şlamı kiçik stəkanlara əkin. Altında mütləq deşiklər olsun. Böyük qab götürməyin. Torpaq çox olarsa, su durğunlaşar və turşulaşar. 100-dən 100, 50-yə qədər millilitrlik stəkan kifayətdir. Kiçik çuxur açın. Şlamı diqqətlə yerləşdirin və torpaqla örtün. Çox sıxmayın. Sadəcə yüngülcə sabitləyin. İlk suvarmanı adi su ilə yox, əvvəlki məhlulun durulaşdırılmış qalıqları ilə edin. Bu stresi azaldır. Sonra yenə mini istixana yaradın. Bitkini birdən-birə quru havaya çıxarmayın. Tədricən öyrəşdirin. Birinci gün 30 dəqiqə açın. İkinci gün 1 saat. Üçüncü gün yarım gün. Yarpaqlar solmadan qalırsa və yeni yarpaqlar çıxırsa, artıq örtüyü tam götürə bilərsiniz. Bütün sir budur. Heç bir sehir yoxdur. Sadəcə düzgün yanaşma və biraz səbr. Bu üsul demək olar hər şeydə işləyir. Qızılgüllər, üzüm, fikuslar, artensiyalar, limonlar, hətta çətin sayılan iynə yarpaqlılar. Sizə arzu edirəm ki, əkdiyiniz hər budaq sağlam, güclü bitkiyə çevrilsin və sizi uzun illər sevindirsin. Görüşərik növbəti paylaşımlarda. Qoy bağınız həmişə yaşıl və bərəkətli olsun.